Salam əzizlərim, bugünkü mövzumuz verbdir. Verb fe'l deməkdir. İngilis dilində deməli leksik məna və funksiyalarına görə fe'lin növləri vardır. Müasir ingilis dilində fe'llər leksik məna və funksiyalarına görə aşağıdakı növlər vardır. Əsas fe'llər main verbs, köməkçi fe'llər, auxiliary verbs, bağlayıcı fe'llər, link verbs, modal fe'llər modal verbs adlanır. Deməli, əsas fe'llər müstəqil leksik mənaya malik olur. Cümlənin əsasən xəbəri olurlar. To ask, to talk, to promise. Əsasən bunlar tərcümə olunur. Məsələn, soruşmaqdır, danışmaqdır, söz verməkdir. Köməkçi fe'llər auxiliary verbs, to do, to have, to be, will, shall, would, should. Bu fe'llər deməli, bunlar nələrdir? Bunlar fe'lin zaman formalarını analitik yolla düzəlməsində, inkarlığın ifadə edilməsində, məchul növün yaranmasında köməkçi fe'llərdən istifadə olunur. Yəni, bunlarla biz inkar düzəldə bilərik. Don't, məsələn, do, don't, do, did zaman formasını düzəldərik. Məchul növdə işlədə bilərik. To have, had, been və s. Digərlərində biz bağlayıcı fe'llərə baxırıq. Bağlayıcı fe'llər əsasən link verbs adlanır. Köməkçi fe'llərdən fərqli olaraq leksik məna funksiyalarını tam itirməyib, qismən saxlamışdır və bu cümlədə əsas vəzifəsi predikativlə mübtəda arasında əlaqədir. Yəni, biz gördüyümüz kimi seem görünməkdir, become olmaq, feel hiss etmək, sound səslənmək, to taste dad vermək, smell qoxusunu almaq, to turn çevrilmək, to look görünmək, to grow olmaq, to remain qalmaq, to get olmaq və s. kimi fe'llər vardır. Bu fe'llər məsələn bağlayıcı fe'ldir və ondan sonra gələn fe'li sifət kimi tələb edir. İsmi xəbərin ad hissəsi olur. Məsələn, remain silent. Məsələn, bundan sonra bu fe'llərdən sonra sifət gəlir. Əsasən sifət gəlməklə yanaşı zərf də gələ bilir. Zərf necə gələ bilər? O ismi, sifəti təyin edə bilər. Məsələn, incredibly beautiful dedikdə biz görürük ki, məsələn, burada he looked terribly disappointed. Terrible nədir? Zərfdir. O sifəti təyin edir. Və bunlar da öz növbəsində biz deyə bilərik ki, link verblərdən sonra sifət və zərfi təyin edən sifət, yəni bunun özünün forması sifətdir. Sifət gəlir və deməli link fe'llər bağlayıcı fe'llərdir. Deməli biz hansı fe'lləri öyrəndik? Əsas fe'lləri, main verbs, köməkçi fe'llər, auxiliary verbs, link verbsləri öyrəndik. Digərlərdə isə modal fe'llərə baxırıq. Modal fe'llər məsələn fe'lə xas olan hərəkət və vəziyyəti ifadə etmir və onların vəzifəsi fe'lə ifadə olunmuş hərəkətə olan münasibəti göstərməkdir. Məsələn, burada ona görə də modal fe'llərdən sonra əsas fe'lin işlənməsi vacibdir. Modal fe'llərdən sonra əsas fe'l. Məsələn, can modal fe'l hərəkətin icrasının mümkünlüyünü, vacibliyini, may ehtimal olduğunu və s. ifadə edir. I must investigate this first. Bu cümlədə biz görürük ki, must modal fe'ldir. Ondan sonra gələn isə hərəkətin icrasının mümkünlüyünü bildirir. Yəni, mustdan sonra köməkçi fe'l işlədilir və fe'lə xas olan xüsusiyyətdir. Digərlərinə baxırıq. To be presentdə, past keçmiş formada, gələcəkdə necə işlənir? Məsələn, birinci şəxsin təkində am, sonra was, am, idi və ikinci şəxsin təkində are, you, were, will be işlədilir. Deməli, ikinci şəxsin təkində belə başa salaq sizə ki, birinci şəxsin təkində I-dır. İndiki zamanda am-dır, I am. Keçmiş zamanda I was. Sonra gələcəkdə I shall, will be. Ümid edirəm başa düşürsünüz. Və digərlərinə baxırıq biz. İkinci şəxsin təkində you-dur. You are, you were, you will be. Üçüncü şəxsin təkində is, was, will be və s. kimi düzəlir. Demək, to be-ni
To be necə olur? To be hansı zamanda? We, you, they-də. Bunlar asandır. Deməli, you presentdə A, keçmişdə V, gələcəkdə will be, üçüncü şəxsdə presentdə A, they məsələn A, V və will be kimi işlənir. Digərlərinə baxırıq. To be feilinə baxırıq. To be aşağıdakı qeyd olunan hallarda əsas feil kimi hesab olunur. Məsələn, olmaq, baş vermək mənalarında əsas feil olduqda to be-dən sonra zaman və yer zərfi gəlir. To be-dən sonra zaman və yer və zərfi nə vaxt gələr? Olmaq, baş vermək mənasında. To be at school, məsələn, A və X-dən will be at the end of June. Zera birləşməsində to be əsas feil hesab olunur. Məsələn, zera a few children. Əsas feil nədir? Ondan sonra yəni ki, şəxs isim gəlir də, a few children. To be modal feil kimi aşağıdakı hallarda işlənir. To be plus məsdər qabaqcadan planlaşdırılmış işin icrasındakı vacibliyi ifadə edir və dilimizdə malı kimi tərcümə olunur. Zira to welcome us at the airport. Onlar aeroporta xoş gəliblər. Məsələn, burada to be, to-nu görürsünüz. Bundan sonra məsdərdən sonra feil olduğu kimi qalır. To be üstə gələk able to, bacarmaq, bilmək mənasında zamanlar üzrə təsnif oluna bilər. Can ilə müqayisədə rəsmi nitqdə daha çox işlənir. To be able to, rəsmi nitqdə, bacarmaq, bilmək mənasında rəsmi nitqdə işlədilir. Digərlərinə baxırıq. Bağlayıcı feil kimi to be mürəkkəb ismi xəbər yəni to be mürəkkəb ismi xəbəri təşkil edir. My sister is a lawyer. Burada da görürük ki, to be ismi xəbər təşkil edir. To be modal feil kimi aşağıdakı hallarda işlənir. To be üstə gələk məsdər qabaqcadan planlaşdırılmış işin icrasındakı vacibliyi ifadə edir və dilimizdə malı kimi tərcümə olunur. Zira to welcome us at the airport. Görürsünüz, burada da məsdər kimi istifadə olunub və to be able to, bacarmaq, bilmək mənasında təsnif oluna bilir. Məsələn, she has been able to find the documents. Be able to birləşməsində buradan görürük. Digərlərinə baxın. To do feili. To do əsas feil kimi etmək mənasında aşağıdakı ifadələrlə to do əsas feil kimi iştirak edir. Köməkçi feil olduqda to do indiki və keçmiş sadə zamanları sual və inkar cümlələrində formalaşdırır. Həmin cümlələrin inkar forması da əsasən to do köməkçi feil ilə düzəlir. Do you go to school? Məktəbə gedirsən. I didn't see her at the party yesterday. Dünən şənlikdə onu görmədim. Don't be late, nahara gecikmə. Don't waste, vaxtınızı boş yerə sərf etməyin. Deməli, köməkçi feil, əsas feil kimi iştirak edir. Digərlərinə baxanda the verb to have feili əsas feil kimi to have malik olmaq mənasındadır. Və to have əsas feildir. To have a boss, burada görürük. To have a game of chess, to have a headache, to have a holiday, to have a lesson. Bunlar əsas feildir, main verbslərdir. To have üstə gələk good, amazing and time. To have a shower, to have a smoke, to have a swim, to have a talk, to have a walk, to have an ancient. Sonra to have breakfast, to have coffee, to have dinner, to have fruit, to have fun, to have lunch, to have supper, to have tea birləşmələrində buradan görürük və bunları əzbərləmək lazımdır. Digərlərinə baxdıqda bütün bitmiş zaman formaları, perfect tense forms, have, has, possible to, have possible to, had possible to, shall, will, have possible to, should, would, have possible to have köməkçi feilidir və bunlar köməkçi feillər adlanır. To have üstə gələk məsdər modal feildir və malı kimi tərcümə olunur. To
Yəni ki, bu mal kimi tərcümə olunur. Modal feilində have to birləşməsi. Digərlərinə baxdıqda I had əsas feil üstə gələk a talk with my friend had a talk. I didn't köməkçi feil have əsas feil. Məsələn, I didn't have a talk. Burada have a talk-u didlə köməkçi feilinə düzəldirik. Did köməkçi feil, you have a talk əsas feildir. We had modal feil to wait. İşte we didn't köməkçi feil, have modal feil, to wait məstər. Deməli, have to-dan sonra əsasən feil olduğu kimi gəlir. Did köməkçi feil, you have to modal feil, to wait məstər. Digərlərində they have köməkçi feil, had əsas feil, erased, had erased əsas feildir. Deməli, haven't köməkçi feil, had burada əsas feildir. Had erased. Ona görə ki, ondan sonra isim gəlir. Have köməkçi feil, had əsas feil, had erased. Digərlərinə baxırıq. Deməli, dərsimiz bu qədər. Ümid edirəm ki, başa düşdünüz. Çox asan qaydalardır. Sadə dildə izah verməyə çalışdım. Və burada have birləşmələri vardır ki, bunları öyrənməlisiniz. Gəlin dərsləri istəyirsinizsə, kanalıma abunə olub bəyən düyməsini basın, rəy bölməsində yazın. Hansı mövzunu istəyirsinizsə, mən sizə başa salaram və dərsimiz bu qədər. Çox sağ olun.